Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi Baş Prokurorluqla birgə keçirdikləri əməliyyat nəticəsində Gürcüstanın Tbilisi, Kırım və Samegrelo bölgələrində ümumilikdə 8 nəfəri saxlayıb, 3 nəfərə isə qiyabi ittiham irəli sürülüb. Nazirliyin məlumatına görə saxlanılan şəxslər oğru aləminə üzvlük, qanuni oğruya müraciət və onun fəaliyyətinə dəstək verməkdə ittiham olunur. Onlardan 3-ü əvvəllər məhkum olunub. Qiyabi ittiham olunanlar arasında xaricdə yaşayan qanuni oğrular 1982-ci il təvəllüdlü Baçana Nadareyişvili və 1979-cu il təvəllüdlü Manuçar Qasvyana da var. 1978-ci il təvəllüdlü şəxs isə cinayətkar aləmə dəstək vermə ittihamı irəli sürülüb. 1978-ci il təvəllüdlü şəxsə isə cinayətkar aləmə dəstək vermə ittihamı irəli sürülüb. Bu cinayətlərə görə 15 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər maliyyə mübahisələrinin həllinə müdaxilə edir, qanuni oğru ənillərinə əsaslanan toplantılar təşkil edir və qərarlar qəbul edərək vətəndaşları pul ödəməyə məcbur edirlər. Axtarış zamanı kompüter və telefonlar sübut kimi götürülüb, istintaq davam edir.